Hamını salamlayıram kanalımda və bugünkü vlogumu aladyalardan başlayıram. Səhərdən durub Emil heç nə yemir deyənə istədim ki, biraz ona aladya bişirim. Qatıqda ki, biraz nəsə yesin, yoxsa tam acdır. Bu qədər heç vaxt ac qalmayıb. Səhər duran kimi həmişə yemək yirdi, amma bugün bilmirəm nə olubsa Emilə yemək yemək istəmir. Qatığa isə soda əlavə edəcəm. Həmişəki kimi çay qaşığın ucundakı soda. İndi bunu buraya əlavə edəcəm. Biraz da duz əlavə edirik. İndi bu yumurtanı da buraya əlavə edirəm. Un da əlavə edirəm. Mən düşündüm ki, buradan eləyim balacam. Adətən mən aladya eləyəndə qaşıqla qoyuram tavaya. Bu dəfə nəsə qaşıqla qoyanda o qədər yaxşı alınmadı. Bu xəmir biraz bərk çıxdı. Bilmirəm bu reseptə görə oldu, yoxsa mən biraz bəlkə də unu çox oldu eləyəndə bilmirəm. Amma düşündüm ki, bu krem paketi ilə eləsəm daha qəşəng olar, yumru olar və forması gözəl olması üçün belə başladım eləməyə. Dediyim kimi Emil səhərdən içinə yemirdi və aladya bişirəndə saat artıq 2 idi və saat 4-də mən olmalıyam işdə. 1 saatım qalıb ki, işə gedim və düşündüm ki, bu evi mütləq bu otaqdakı pərdələri, şüşələri silməliyəm. Neçə gündür ürəyimdədir, gəlib bu işi eləməyə çatdırmamışam heç cür və düşündüm ki, 1 saat qalsa da işə getməyəm, mən mütləq bu işi görməliyəm. İndi gördüyünüz kimi çıxıram bura, pərdələri hamısını düşürdürəm və başlayıram yığışdırmağa. Üstəlik də qızlar, bugün həftə sonudur, 5-ci gündür və istəyirik axşam bacımla birlikdə başlayaq artıq Novruz bayramına tam hazırlığı bişirmək istəyirik. Həmişəki kimi ənənəvi şəkildə bizim Novruz bayramımıza aid şirniyyatı biz hər şeyi bu 2 gün ərzində bişirmək istəyirik. 6 bazar və 2 ailə üçün bir neçə ildir artıq belə eləyirik, birlikdə yığışırıq və birlikdə bişiririk. Ona görə axşam işdən gələn kimi artıq mənim vaxtım olmayacaq. Və mən işdən bugün saat 7-də gələcəm deyənə, gələn kimi artıq bacım qızı gələcək bizə və başlayacağıq Novruz bayramı hazırlığına. Burada isə qızlar, məncə mənim üzümdən bəllidir ki, lüstranın üstü çox tozlanıb və mən də bunu silirəm, çalışdım ki, hamısını qəşəng silim. Silməyi isə mən adi nəm salfetkalarla silirəm. Bu mənim üçün daha rahatdır. Hər lüstranın üstünü silib salfetka çirklənən kimi atıram. Bu otaq Kamilin Albinanın otağıdır və Albin evdə yox idi, amma Kamil evdə idi və gördü ki, mən bütün şkaflarını silirəm. O da aşağıda olan bütün öz şkaflarını sildi, stolun üstünü sildi. Sadəcə olaraq çəkməyimi o qədər xoşlamır deyənə çəkmədim onu və demək istəyirəm ki, onlar da bacardığı qədər mənə köməklik etdilər. 1 saat ərzində artıq bu işləri bitirdim və bu güzgü qalıb, güzgünü də silirəm. Sonra isə gedirəm özümə biraz vaxt ayırım və işə getməyə hazırlaşıram. Axşam gələndə isə qalan bir pərdə olacaq, onları da yuyub yerinə sərəcəm. Yerinə daha doğrusu asacağım. İşdən gəldim qızlar, düzdür çoxdur. Çoxdan gəlmişəm. Amma bunlar mənə yemək saxlamışlar. Hamısını özləri yiyib mənə qoymuşlar. Yalan dedim. Ac, susuz, yeməksiz. O şimdi mən bir balıq qızartdım, yedim. İndi fındıq sındırırıq. Bugün 5-ci gündür demək istəyirəm sizə qızlar və 6 bazar biz ancaq Fırxınada olacaq. fırxınada olacaq, şəkər bura, patlava. Biz isə qızlar dünən bu qədər fındıq təmizlədik. Bu il əslində fındıq heç yaxşı olmayıb. İçində çürükləri çoxdur. Burada isə gördüyünüz kimi hələ hər şey qalıb. Biz bugün davam edirik. Hal-hazırda səhərdir, 6-cı gündür və bugün axşam nəsə bişirməliyik. Və burada bir meşok hələ fındıq qalıb. Yox, bir deyil, hardasa yarısından. Yarısından da az. Bunu da bugün sındıracağıq. Bu hamısı bizə lazım deyil. Bizə hardasa 3 kilo fındıq lazımdır ki, paxlavadan şəkər bura bişirək. Amma bizdə dünən 3 saat oturub təmizlədik və cəmi 1 kilo paxlava oldu bizdə. Oy, paxlava deyirəm, 1 kilo fındıq oldu bizdə. Çox azdır, hələ 2 kilo təmizləməliyik. Mən o şey fikirləşdim ki, bu nənələr, mamalar, bunları oturub təmizləyən çox deməli səbirlidirlər, bunu eləyirlər. Həm barmaqlarımız, dırnaqlarımız, hər şey ağrıqdır, bunu təmizləyib bitirənəcəm. Amma hələ bugün davamı var bunun. Bugün bir də biz yəqin qoğaldan başlayacaq, qoğal bişirəcəyik. Birazdan hələ ki öz ev işlərimi görəcəm, bacımı gözləyirəm və fındıq sındıracağım.
Bacım gələndən sonra, günortadan sonra başlayacaq qoğal bişirməyə. Güllərim axır ki tam soldu və mən bunları indi buradan götürəcəm. Папоротка, если в порогу тебе. Qızlar, deməli bugün dediyim kimi bişinti yapacağıq. Ona görə bu qədər, bunu onun üçün deyil, ona görə bu çörək almışıq. 10 dənə dönər çörəyi, bir dənə də təndir çörəyi, bir dənə də Ivanovka qara. Bunlar deməli dönər üçündür, bunlar yemək üçün elə belə. İndi istəyirəm göstərim ki, bişinti üçün nə almışıq. 2 belə kletka. Yumurta bəlkə hamısı getməyəcək, amma zapasdan aldıq. 6 kilo, 5 kilo belə un, yağ. Aldıq 4 kilo yağ. Bu yağı düzün desəm birinci dəfə alıram, amma tərkibinə baxdım, tərkibi gözəldir. Xama. Belaus xaması 7 dənə aldıq. Sonra kil aldıq, bir də vanilin. Kabartma Bu kabartma tozu ilə belə alınır. Bir də Qızım atıb ora. Bir də şəkər tozu almışıq. Sonra baxın, bu da mənim qızımdır. Gəlib baxır ki, nələr almışıq. 2 paçka süd aldıq. Xamaların da yarısı buradadır. O da döşətidir dönər üçün. Mən də deyirəm, axır bu niyə gəlib burada? Pişinti ilə bunun arası yoxdur, amma ətlə çox gözəldir bunun. Asobina da toyuq ətini çox xoşlayırlar bunlar. Burada isə artıq qoğal üçün içlik hazırdır. Biz isə başlayırıq xəmirinə. Bu da yağlamaq üçün qatlarını yağ. Burada isə qızlar artıq fındıqları qızardırıq ki, qabığını soyaq və paxlavanla şəkərbura üçün. Amma buna baxmayaraq fındığı hələ də sındırırıq. Dediyim kimi fındıq çox idi, amma istədim ki, hamısını sındırıb saxlayım ki, istəyəndə elə belə sadəcə olaraq yeyək. Bu da fındıqdan çıxan qabıqlarımızdır. Bu isə təmiz fındıqdır. Burada isə gördüyünüz kimi proses gedir. Lavaşları yayılır, bir-birinin üstünə qoyulur və yağlanır. Yayma prosesi bacım özü eləyir. O heç kimi bunu deməli də virət eləmir, etibar eləmir. Mütləq özü eləməlidir. Və gördüyünüz kimi çox gözəl, nazik belə lavaşlar yayılır. Da əsas aşbazımız burada baxın nə yaradır. это какой слой ханжи вообще? Какой третий? Третий кулинар. Axırda bundan çörək pişirəcəm. Я не мазала. Ой, вот так делай, вот так смотри, вот так делай, вот так делай. Тогда вот, ага, вот так. Bunu isə Emil özü kündələrdə düzəldir. Bizdən geri qalmaq istəmir, bilirsiniz. İndi bir də görəcək ki, qoğal da bişirib. Sida snimayı da, bax buranı da çəkdir ki, göstərir ki, necə bu burada yayır. Молодец, Emil, молодец. И как это надо добавлять мармелад? Что ржешь-то? İşte istedim demeyi diyeyim ki üstüne baktık. Это кто? Üstüne этот добавка edecek. Этот. Sağ olun gitti. Eve tutmuşlar. Bana kafaz koyma. Это. Много чего-то это зависит. Və ən sonunda üstünə çörək otu əlavə edib, biraz da saxlayacağıq ki, qoğallar biraz da gəlsin və sobaya qoyacağıq. Yaxşı dolduruq. Bugün dönər qızlar. 6-cı gün olduğundan, sabahlar bazar günü olduğundan həmişəki kimi mənim soğan, sarımsaq məhəbbətimi doldururam bugün. Как это говорится? Читмил? Olsun sənə çitməyim. Ay ya ne güzel. Восточные сказки. Чем ты Поднялись они? Bu qızlar hazırdır artıq çox gözəl razmerlərdə oldu. Bunlar indi çıxıb indi qap qaynardı. Təəssüf ki dönər yemişəm. Dönər yemişəmsə bir də bunun yarısını yeməliyəm bugün. Ama gece kim yatacak? Ben
Artıq qızlar bizdə hamı yatıb və hamı getdi evə, qaldım bir dənə mən və 2 protein bişməyən qoğal. O qoğalları bişirənəcən mən isə bir dənə yeni kino tapmışam. Bu kinonu bu qoğalları bişirən gündən başlayaraq bacımla birlikdə baxdıq. Bacım dedi bu serialı mənə. Çox gözəl bir serialdır. Burada detektivdir serial və Sherlock Holmes yəqin eşitmişsiniz hamınız, amma bu rus dildədir. Kim rus dilində xoşlayırsa kinoya baxmaq, mütləq baxın. Kinonun adı Elementardır. Bir neçə sezonu var. Mən də indi əgər başlamışamsa sonacan baxmalıyam. Artıq səhərsi gündür qızlar, bazar günüdür və biz başladıq şəkərburadan. Hindi şəkərbura bişiririk və sonra başlayacaq bişirməyə paxlava. Bu isə şəkərbura kündələridir. Nani nani nay nani nanay. Nani 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 nay. Nani nani nay ni nani nay. Burada isə bacım şəkərburanın içini doldurur və qırağını bağlayır. Mən isə qırağını belə qəşəng bağlaya bilmirəm deyənə bu işə qatılmıram. Mən isə üstünü bəzəyirəm və ən xoşum gələn bir iş üstünü bəzəməkdir. Bu dəfə biz belə başqa cür biraz naqqaş aldıq. Bizdə həmişə balaca idi və dişləri biraz kobud idi. Bu il isə onları çox axtardıq, tapmadıq. Deyəsən sonra yadıma düşdü ki, paslanıb mən də onları tullamışam və getdik təzələrini aldıq. Təzələri çox gözəl idi. Həm enli idi, həm də dişləri çox incə idi. Ona görə də çox gözəl belə bir incə naxış alındı. Qalan şəkərburaları da belə naxışlıya qoyduq və bu arada yenə də Emil gəlib bizə ilişdi ki, mən də istəyirəm belə naxış qoyaq. Biz də ona bir dənə şəkərbura verdik, dediyi naxışı qoy, bu şəkərburanı da özün yeyərsən. Amma ki, Emil burada gördüyünüz kimi naxışı qoyur, onu da almayır deyənə əlləri ilə tezdən onu düzəldir, yerinə salır ki, yaxşı olsun və axırda dedi ki, yox mama, mən bunu eləyə bilməyəcəm. Mən isə bütün qadınlara, analara, hansılar ki, belə bir körpə uşaqlarla bu işi görürlər, onlara səbir arzu edirəm və unutmayın ki, bu dövr gedəcək və biz hələ darıxacağıq bu dövr üçün və çox sakitçilikdə bunları edəcəyik və bilməyəcəyik ki, bunları kimi üçün edək. Əsas bu şirniyyatı yeyən də bu uşaqlardır, maniçilik eləyən də bu uşaqlardır, amma məncə həyatın gözəlliyi və rəngarəngliyi hələ bundadır. Burada isə biz artıq badambura hazırlayırıq və kündələri çəkirik ki, eyni çəkidə olsun və lavaşlar eyni olsun və demək olar ki, bunun xəmiri hələ şəkərbura xəmirinə oxşur, bir damcı bəlkə də ondan deməli seçilir. Və ən sonunda biz paxlava bişiririk. Paxlava biz 2 proteində bişirəcəyik. Yumru proteinlər də olacaq. Biri bacım üçün, biri də bizim üçün. Paxlava qızlar deyim sizə çox gözəl alındı bu il. Hər il bişirirdik, amma bu il daha da gözəl alındı bizdə. İnsanın ağzında əriyir. Çox dadlı. Belə paxlava hələ yeməmişdim. Demək olar ki, bu qədər dadlı olmamışdı paxlavamız. Çox dadlı alındı və rəngi, şərbəti, yağı, hər şey tam yerində. Burada isə artıq paxlavanı bitirmişik. Qıraqlarını qalıb içəri salmaq, belə ki, səliqəli olsun və üstünü kəsmək. Artıq 20 dəqiqə sobada qaldı paxlava və tezdən onu çıxardırıq. Bir də kəsdiyimiz yerlərdən kəsirik və üstünə yağ əlavə edirik. Biz bu paxlavada qatlara yağ vurmadıq, çünki yağı indi üstündən vuracağıq. Bir də ki, qızlar bu dəfə bir şərbəti fərqli elədik. Şərbəti əvvəlcədən elədik ki, tam soyusun. Şərbət tam belə bal kimi alındı bizdə və bu çox gözəl oldu. Deməli 400 qram şəkər tozu və 200 qram su. Bunu hamısını qarışdırırıq və qaynadırıq. Düz qaynayanacan onu qızdırırıq, qaynadırıq və içinə biraz da limon suyu ya da limon əzmək olar. Gördünüz ki, şərbət artıq qaynayır və şəffaf rəngdədir. Götürüb onu qırağa qoyuruq ki, tam soyusun. Bu da artıq bizim şərbətimizi hazır paxlavanın üstünə tökürük. Baxın necə tökülür. Elə bil ki, baldır, bal kimi tökülür qızlar. Həqiqətən də çox dadlı oldu belə. Mən isə hamınıza bu bayramda arzu edirəm ki, ruzi bərəkət bol olsun. Bütün evlərdə ancaq şənliklər olsun. Hamınız sağlam olasınız və istədiyiniz bir ürəyinizdən keçən bir həyat yaşayasınız. Bir də ki, hamınıza təşəkkürümü bildirmək istəyirəm ki, axıracan bu vlogu izlədiniz, axıracan mənimlə oldunuz. Təşəkkür edirəm. Əgər hələ də abunə olmamışsınızsa, mütləq abunə olmağı unutmayın. Mən isə sizinlə sağollaşıram. Gələn görüşlərə dək.